23 aprel 2026-cı ildir və həftənin cümə axşamı günü dəyərli izləyicilər Bakıda bir əməliyyat keçirilib, amma polisə əməliyyat zamanı balta ilə hücum edilib. Bakıda əməliyyat axtarış tədbirləri zamanı polisə müqavimət göstərən şəxslər tutulub. Hadisə ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lentaza məlumat verilib və bildirilib ki, ümumi təhlükəli üsulla xuliqanlıq niyyəti ilə şəxsin sağlamlığına ağır zərər vurduğuna görə axtarışda olan əvvəllər dəfələrlə məhkum edilmiş Salih Valiyevin saxlanılması zamanı onunla birlikdə olan, əvvəllər dəfələrlə məhkum olunan İlqar Aslanov balta ilə polis əməkdaşlarına müqavimət göstərib. Polis əməkdaşları tərəfindən tabel silahı tətbiq edilməklə İlqar Aslanov saxlanılıb. O xəstəxanaya yerləşdirilib. Salih Valiyev isə istintaqa təhvil verilib. Cinayət işi üzrə istintaq tədbirləri hal-hazırda davam etdirilir. Dəyərli izləyicilər, son dəqiqə xəbərlərindən xəbərdar olmaq üçün isə kanalımıza abunə olmanızı rica edirəm, dəyərli izləyicilər.